Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin və ali Muhammed. İmam Əli əleyhissalam belə buyurmuşdur. Cəsarət Allahdan qorxanın sifətidir. Salamlayırıq əziz möminələri, dəyərli izləyiciləri. Allahın izni ilə Paçlayıcılar dərsindəyik və biz keçən dərs paçlayıcıları qeyd elədik ki, hansı ki, ora kimi ki, kafir bir kəsin İslamı qəbul edərək paç olması. Keçdik digər növə Allahın izni ilə, ona deyərlər təbəiyyət. Təbəiyyət yəni tabelik deməkdir. Görək tabeliyin yəni mənası nədir? Odur ki, yəni nəcis bir şey tabi olur, başqa bir nəcis bir şey pak olduğu zaman o da pak olur. Yəni ona tabi olur. Misal verək, məsələn, şərabdır, bir qazana tökülübdür, qaynayır. Qaynadığı zaman o sirkəyə ki çevrilir, artıq o şərab sirkəyə çevrilir, pak olur. Həmçinin o qazan ki var idi, birinci ora şərab tökülmüşdü axı, o da qaynadığı və sirkəyə çevrildiyi miqdarı qədər o qazanda pak olur. Amma o ki, şərab, məsələn, o hələ sirkəyə çevrilməmişdən o qaynayır ki, qazan məsələn daşır və şərab o qırağa tökülür. Daha sonra da o qazanın qıraq hissələrini deyirlər. O qeyd olunur ki, o şeydən çəkinilsin, gərək o qazanın qırağındakı həmin o qalıntılardan çəkinilsin. İkinci məsələ budur ki, kafirin övladı. Kafir kəs, məsələ üçün ata kafirdir, onun övladı. Övlad da bu məsələdir ki, yəni yaxşını pisdən ayıra bilməyən uşaqdan söhbət gedir. Hələ həddi bulğa çatmayıb, İslam dinindən xəbəri yoxdur. Bu uşaq əgər atası və yaxud anası olsun, İslam dinini qəbul edib hər hansısa biri müsəlman olsa, həmin uşaq da pak hökmündədir. Və nənə baba da bura daxildir. Həmçinin onlar da İslamı qəbul eləsə biri, o həmin o övlad ki var, yəni nəvə deyirlər, onun özü, yəni o da pak hökmündədir. Amma yəni buna deyərlər tabilik, yəni ona tabi olur. İkinci bir məsələ budur ki, həmçinin kafir bir kəsin uşağı düşür müsəlman, yəni bir kəsin əlinə əsir. Həmin o uşaq ki var, kafir idi axı, müsəlmana əsir düşübdür, o uşaq da pak sayılır. Amma bir məsələ budur ki, mütləq o uşaq indiki ağlı başına gəldi, yəni yaxşını pisdən ayırdı elədiyi zaman da İslamı qəbul eləməlidir. Amma o vaxta kimi, o hələ ki yaxşını pisdən ayırdı eləyə bilmir, alimlər deyir ki, o pak hesab edilir. Amma o ki, həddi bulğa yetişdi, artıq yəni İslamı inkar elədi, o yenə kafir hökmündədir və yenə murdar olaraq qalır. Digər bir məsələni qeyd eləyək. Əgər insan əli ilə nəcis olan bir əşyanı yusa, həm o nəcis əşya pak olar, həm də əli. Yəni buna deyirlər tabilik. Paltar və bunun kimi digər əşyalar az su ilə, qeyd eləmişik suların hökmündə ki, az su necə suya deyərlər, az su ilə yuyulsa və müəyyən miqdar sıxılsa, yəni o miqdar ki, o paltar yuyulub və onun suyu sıxılır. Az su ilə yuyulan paltardan söhbət gedir. Yerdə qalan o paltarın suyu pak hesab edilir. Yəni nəcis olan paltardan söhbət gedir ki, o az su ilə yuyulsa və suyu sıxılsa, yerdə qalan, yəni paltarın özündə qalan o nəmlik ki var, o pak hesab edilir. Yəni təkcə orada paltar yox, yəni onun kimi digər əşyalara da aiddir. Digər bir məsələni qeyd eləyək ki, əgər insanın ağzı qanasa, ağzının içərisinə qan dolubdur və dişinin dibində qalan yemək qalıntıları və yaxud ağzında olan yemək parçası ki var, ona toxunur. Alimlərin nəzəri budur ki, ehtiyatlı nəzəri mən sizə deyirəm ki, yəni o qan ki var idi, o yeməyə dəyirsə, o qan həmin o yeməyi də murdar eləyir. Burada ola bilər bəzi istisna olsun. Məsələn, Seyyid Sistani ağa deyir ki, o qan o yeməyi dəysə də onu murdarlamaz. Amma digər alimlərin dediyimiz kimi nəzəri və görüşləri və ehtiyat görüş əsasən budur ki, o həmin o qan o yeməyi nəcis eləyir və o yeməyi də yemək haramdır. Gərək ağızdan bayıra atsın. Nəcasət yeyən heyvanın istibrası. Yəni, məsələ nədir? Nəcasətlə qidalanan əti halal heyvandan söhbət gedir ki, insan nəcisi ilə qidalanan heyvanın təmizlənməsi necə olmalıdır? Demək, insan nəcisi yeməyə adət eləmiş heyvanlar ki var,
Alimlər buyurur ki, onların ifrazatları nəcisdir, yəni halal heyvan da olsa. Biz qeyd eləyək ki, məsələn, qoyun olsun, dəvə olsun və əti halal olan heyvanların ifrazatı pakdır. Amma insan nəcisi yeməyə adət eləmiş, həmin o heyvanlar ki var, əti halal olan heyvanlar, onların nəcasəti artıq, onların ifrazatı olacaq nəcis. Və alimlər hətta deyir ki, onların əti də haram olar, amma şərt var. Şərt budur ki, onu biz əgər paklasaq, həmin o ət yenidən halal olacaq və həmin o nəcasətlər də, ifrazat da təzdən pak olacaq. Və həmin o təmizləməni qeyd edirlər ki, heyvana gərək o nəcisdən uzaq olsun və ona pak qidalar yedizdirilsin. İndi onların müddətlərini də qeyd eləyək ki, alimlər deyir ki, dəvə 40 gün ərzində nəcisdən uzaq olmalıdır və pak qidalarla qidalanmalıdır ki, ondan sonra onun ifrazatı da pak olsun, hətta əti də halal olsun. Dəvə üçün 40 gün, mal, yəni inək üçün 30 gün deyənlər də var, ehtiyatən 20 gündə deyirlər. Qoyun üçün 10 gün, suda yaşayan quşlar üçün 5 gün deyirlər, quruda yaşayan quşlar üçün isə 3 gün nəzərdə tuturlar ki, gərək insan həmin o heyvanı o nəcisdən bu günlər müddətində uzaq tuta və ona pak yeməklər yedizdirə ki, artıq o heyvan, necə deyərlər, həm ifrazatı pak olsun, həm də əti halal olsun. Yəni, sözsüz ki, ondan sonra da onu onsuz da nəcis yeməklərdən uzaq tutmaq lazımdır. Amma onun ifrazatının və ətinin pak, halal olmasından söhbət gedir ki, bəs bu adət eləyib, baxı, bu nəcisi yeməyə, bəs bu neçə gün müddətindən sonra paklanacaq, alimlər həmin o günü qeyd edir. Müsəlmanın digər bir paklayıcılardan müsəlmanın qayib olması, yəni müsəlmanın yox olması, bir müddət gözdən itməsi. İndi qeyd eləyək ki, o nə məsələdir? Əgər biz görürük ki, bir müsəlmanın bədəni, paltarı, məsələn, evində olan əşyalar olsun, xalça, palaz, stol olsun və yaxud da namaz qıldığı xalça olsun, görürük ki, bunlar nəcis oldu, gözümüzlə görürük və bu müsəlman bir müddət gözdən itir. Yəni, bu müsəlmanı bir müddət görmürük, aramızda yoxdur, amma sonradan biz bu müsəlmanı yenidən görürük. Onun o paltarları ki var idi, görmüşdük, nəcis idi. Alimlər deyir ki, onun əgər suya çəkdiyini güman eləsək, o paltarlarını ki, onda o paltarlar pak hesab edilir. Yəni, gümanla da olsa o paltarlar pak hesab edilir. Lakin burada bir neçə şərtlər var. Yəni, alimlər deyir ki, ehtiyat bunlara da riayət eləyək. Birinci budur ki, o müsəlman özü bilsin ki, paltarı və bədəninə nəcis dəyib. Yəni, biz onu gördük qıraqdan, amma gərək o müsəlmanın özü də bilsin. Çünki o müsəlmanın özü bilməsə bir müddət yoxdur və qaydandan sonra da o hardan bilsin ki, o paltar nəcis idi. Yəni, biz o paltarı yenə nəcis hesab etməli olacaq. Çünki onun özü bilməyib. İkinci məsələ budur ki, bilək ki, o kəs paklıq və nəcasət məsələlərində laqeyd deyil. Yəni, o bu məsələlərə yanaşır, doğru düzgün yanaşır və bilsə ki, o nəcisdir, gedib onu suya çəkəcək. Digər bir məsələ, o həmin əşyaları paklığı şərt olan işlərdə istifadə etdiyini bilməliyik. Məsələn, demək, paltarı nəcisdir və bilirik ki, o paltarla, yəni necə deyərlər, bu gələcəkdə bu paltarla namaz qılır. Onu biliriksə, onda xatircəm olacaq ki, bu insan həmin o paltarını suya çəkib. Güman söhbəti ki var, yəni deyir ki, güman eləsək, o paltar pakdır, amma bu şərtləri də alimlər qeyd edir. Digər bir məsələ budur ki, bilək ki, həmin o kəs, o ibadət eləyir ki, məsələn, namaz qılır, o namaz paltarının pak olmasının şərt olduğunu bilsin. Yəni, əgər bu nəcis paltarla, məsələn, namaz qılır və bilmirsə ki, o paltarla namaz qılmaq olmaz, gərək onun, necə deyərlər, paltarın nəcis olduğundan çəkinək. Yəni, məsələ nədir? O, əgər bir vaxt onun paltarının nəcis olduğunu görsək və bilsək ki, bu adam bilmir ki, nəcis paltarla namaz qılmaq olmaz. Yəni, o qılır ondan da. O adamın onda paltarından biz yenə də çəkinməliyik. Və beşinci də budur ki, o müsəlmanın həddi buluğa çatmış olmasıdır. Digər bir məsələ budur ki, bir kəs nəcis olan bir paltarını bir dostuna mı və yaxud bir tanıdığı adama, yəni vəkalət ona qoyur ki, sən bu paltar nəcisdir, onu suya çək. Mənim paltarımdır, nəcisdir, onu suya çək. Və o adam da deyir ki, bəli, mən bu paltarı suya çəkdim və o pakdır.
Və məsələ budur ki, o adamın sözündən bizim yəqinimiz və xatircəmliyimiz olsa, onda o paltarı biz geyinib, yəni istifadə edə bilərik. Vasvası olan insan, yəni hər bir işində çox vəsvəsələrə qapılır, şübhələrə qapılır. O nəcis bir paltarını yuyur və heç cür, yəni qəlbində rahatlıq tapanmır ki, görən pak oldu ya yox. Alimlər deyir ki, o, yəni vəsvəsəyə düşməyən insanlar ki var, onların yuduğu miqdarda paltarını yusa kifayət eləyir. Bu məsələləri qeyd elədik. Gələn dərsdə inşallah qabların hökmündən danışacağıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirik. Vəssalamu aleykum və rəhmətullah.